Hər birinizi xoş gördük dəyərli izləyicilər. Bu gün sizlərlə 6 aprel tarixində keçirilmiş məzunlar üçün olan 11-ci sinif buraxılış imtahanının riyaziyyat suallarının izahına baxacağıq. Ümid edirəm ki, imtahan verən hər kəs öz istədiyi nəticəni aldı, öz zəhmətinin bəhrəsini gördü. İndi isə həllərin doğru cavablarına, sualların doğru cavablarına keçid edək. İlk sualla başlayaq. Bizə deyir ki, -3x böyükdür 9 bərabərçinin ən böyük tam həllini tapın. Deməli, yazarıq ki, burada deməli x kiçikdir. Hər tərəfə -1-ə vursaq, x kiçikdir -3. Ən böyük tam həlli də neçə olur? -4. -3-dən kiçik ən böyük ədəd -4-dür. Cavabımız -4. İkinci suala keçid etsək, bizə deyir ki, z kompleks ədədi üçün real hissə 5, xəyali hissə -2 olarsa, deməli 5 minus 2i. Bu kompleks ədədi tapın deyir. Elə biz bunu yazdıq. 5 minus 2i. Bu da hansı variantdadır? A variantında. Keçid edək 63-cü suala. Öncəliklə qeyd etdim ki, suallar çox çətin olmadığı üçün yəqin ki, qısa bir həll olacaq. Yəni, bütün suallar demək olar ki, orta çətinlik səviyyəsində idi. İndi keçid edək növbəti suala. 63-cü sualda deyir ki, A-nın hansı ən kiçik qiymətində 205 AB ədədi 9-a qalıqsız bölünər? 9-a bölünmə əlaməti o idi ki, rəqəmlərin cəmi 9-a bölünsün. Yəni 2 plus 5 plus A plus B bölünsün 9-da qalıq qalmamalıdır. Bu da nə deməkdir əzizlərim? 7 plus A plus B böl 9. Bu hansı halda ola bilər? Bu cəm 9 olsun. Yəni A plus B bərabər olsun 2-yə. Bu zamanda A-nın ən kiçik olması hansı halda olar? A 0 olsun, B 2 olsun. Deməli, A-mızın ən kiçik qiyməti neçə oldu? 0. Yəni, C variantı. Keçid edək, deməli, 64-cü suala. Bizə deyir ki, baxın, bu tip sualı biz dəfələrlə izah etmişik. Deyir ki, 5 üzəri x plus 1 bərabərdir 5-də 1 üzəri x minus 2 tənliyini həll edin. Yazarıq, 5 üzəri x plus 1 bərabərdir 5 üzəri. Bilirik ki, 5-də 1, 5 üzəri -1-dir. Bu da yuxarıya vurulsa, -1 vurur x minus 2, yəni 2 minus x-dir. Əsaslar bərabər olduğu üçün üstləri bərabərləşdirərək x plus 1 bərabərdir 2 minus x-ə. Buradan alarıq ki, 2x bərabərdir 1, x bərabərdir 0,5. Yəni, cavabımız B variantı. Baxın, maraqlı bir sual. Burada bizə deyir ki, 67-ci sualda K və L nöqtələri ABC üçbucağının uyğun olaraq BC və AC tərəflərinin orta nöqtələri olarsa, iştiriklənmiş hissənin sahəsini, ABC üçbucağının sahəsinin hansı hissəsini təşkil etdiyini tapın. Baxın, deməli, bu AK bizdə mediandır. Mediandırsa, deməli, ümumi S-dirsə, bura olacaq 0,5S, burada olacaq 0,5S. Baxın, deməli, bura oldu 0,5, bura oldu 0,5. Və o zaman belə bir sahəmiz əmələ gəlir. Bu gördüyünüz AKS üçbucağının sahəsi oldu 0,5. Və yaxud da belə yazarıq 2-də 1. İndi bu KL-də yenə buraları bərabər bölürsə, deməli KL də mediandır. Bu da bu 2-də 1 S sahəli üçbucağımızı 2 hissəyə böləcək. O zaman 2-də 1-i də bölsək yenə 2-yə, o zaman neçə alınacaq? 4-də 1 S. Deməli, ümumi sahəmiz S idisə, bu yerdə qalan hissə, bu iştiriklənmiş hissə neçə S olur? 4-də 1 S. Deməli, cavabımız oldu D variantı, yəni 4-də 1. Keçid edək 66-cı suala. Bizə deyir ki, sinus 2x minus 3 bərabərdir 1 tənliyini həll edin. Baxın, yazarıq ki, 2x minus 3 1-i harada alırdı əzizlərim? 1-i alırdı. Deməli, 90 dərəcədə pi bölünsün 2-yə plus 2pi-k. O zaman yazarıq ki, 2x bərabərdir pi bölünsün 2-yə plus 2pi-k plus 3. Və yazarıq x bərabər imiş nəyə? Pi bölünsün 4 plus pi-k plus 3 bölünsün 2. K daxildir z-ə. Bu da hansı variantdadır əzizlərim? D variantında. Cavabımız oldu D variantı. Keçdik 67-ci suala. 67-ci sualda deyir ki, 2x plus y bərabərdir 5 olarsa 6 bucaqlının perimetrini tapın. 6 bucaqlının perimetrini tərəflərini toplayaq görək hələ bizə nə verir. Görürük ki, 4 ədəd x var, 4x plus 2y var, 2y. Buradan bir dənə 2-ni mötərizə xaricine çıxarsaq, alırıq ki,
2x plus y vur 2. 2x plus y bize 5 vermişti. Yani 2 vur olsun 5 bize 10 cevabını verer. Cevabımız olur D variantı. Keçdik 68-ci suala. Bizə deyir ki, n böl 10 bərabərdir 8 böl n olarsa, m-in hasilini tapın. Bilirik ki, nisbətdə, tənasübdə daha doğrusu, kənar hədlərin hasili orta hədlərin hasilini verir. Yəni, m vur m bərabərdir 10 vur 8. Bu da bizə 80 cavabını verir. Yəni, C variantı. Gördüyünüz kimi, hamısı sadə suallardır, rahatlıqla həll edirik. İndi görək qarşımıza çətin sual çıxacaqmı? Bizə deyir ki, ABCD bir dəqiqə. ABCD kvadratının təpələrindən çəkilmiş paralel düz xətlər onun müstəvisinə paralel olan müstəvini uyğun olaraq A1, B1, C1 və D1 nöqtələrində kəsir. Gəlin belə bir kvadrat çəkək. A, B, C, D. Bunları da çəkək belə. Bu da digər bir kvadrat olacaq. Bir dəqiqə görüm çəkə biləcəm hələ. Fikirləşin ki, sualı həll edə bilirik, şəkil çəkə bilmirik. Tutalım ki, çəkdik bu şəkildə. Burada A1, B1, C1, D1 uyğun olaraq. Deyir ki, AB 4 olarsa, kvadrat olduğu üçün bütün tərəflər 4 olacaq. A1, C1'i tapın. Biz elə görürük ki, paralel müstəvilər olduğu üçün və uyğun olduğu üçün elə AC bizə A1, C1 verir. AC də görürük ki, neçədir? Görürük, bura kvadrat olduğu üçün 90 dərəcə. Elə diagonal olur. Diagonal da neçə olur? 4'ün kvadratı plus 4'ün kvadratı da yaza bilərik. Və ya birbaşa elə bilirik ki, bunun kvadratı 4 kök altda 2 verir. Yəni cavabımız olur 4 kök altda 2. Keçdik 70-ci daha doğrusu suala. Bizə deyir ki, elementlərin sayı bərabər olan A və B çoxluqları üçün, baxın bunu belə yazaq. N A kəsişmə B 6'dır. Yəni bura 6'dır. Və 5NAB elementlərin sayı bərabərsə, deməli burada da x sayda element olacaq, burada da. Bizə deyir ki, B minus A, yəni 5 vurulsun x, məsələn buna B, buna A deyək. 5 vur x bərabərdir 2 vurulsun birləşmə. 2x plus 6. Bunu hesablasaq 5x bərabərdir 4x plus 12'yi. X bərabərdir 12. Buranı tapdıq 12. Bizdən B çoxluğundakı elementlərin sayını istəyir. 12 burada 6'da kəsişmədə neçə element olur? 18 element. Cavabımız oldu 18. Gəldik belə bir suala. Deyir ki, tərəfi ABC olan üçbucağın A və B tərəflərinin qarşısına ilk öncəliklə biz üçbucağı çəkək. A, B, C. A və B tərəflərinin qarşısında yerləşən bucaqlar uyğun olaraq 62 və 68'dir. Bura neçə qalır o zaman? 50 dərəcə. 130, 50, bəli. Və biz qaydanı bilirik ki, böyük bucağın qarşısında qalan tərəf daha böyükdür. O zaman ən böyük tərəf olacaq B, ondan sonra A, ən kiçik isə olacaq, deməli C. Zaten göz qabağındadır. Bucaq tutalım ki, bu qədər açılıb. Bura əlbəttə ki, kiçik olar. Bir də daha böyük bucaq da açılıb. Bura əlbəttə ki, böyük olar. Buradan da görürük ki, B böyükdür A, o da böyükdür C. Yəni D variantı. Keçdik 72-ci suala. 72-ci sualda bizə deyir ki, ifadəni sadələşdirin. Yuxarı görürük ki, bizə müxtəsər vurma düsturunu verəcək. A minus 3, A plus 3. Aşağıdan da 3'ü mötərizə xaricində çıxarsaq 3 vurulsun A plus 3. Bunlar gedər, yerdə qalar A minus 3 bölünsün 3. Yəni A variantı. Keçdək 73-cü suala. Bizə deyir ki, sinus 41 vur kosinus 11 minus kosinus 41 vur sinus 11 ifadəsini sadələşdirin. Görürük ki, bu bizə ilə sinus 41 minus 11'in düsturunu verir. O da bərabərdir sinus 30. Sinus 30 dərəcədə də neçə alır əzizlərim? Əlbəttə ki, 2'də 1. Cavabımız olur 2'də 1. Sonra 74-cü suala keçdik. Deyir ki, perimetrləri bərabər olan bərabər tərəfli üçbucaqla kvadratın tərəfləri uyğun olaraq x1 və x2'dir. Deməli, bir dənə üçbucaq, amma düzgün olmadı, belə. Bir dənə də kvadrat.
Deməli, bura x1, bura x2'dir. Perimetrləri bərabərdir deyirsə, o zaman 3x1 bərabərdir 4x2'yə. Buradan da alırıq ki, x2 bərabərdir 0,75 x1'ə. Bu öz yerində. Və bizə deyir ki, deməli, x1 və x2 bu tənliyin kökləridir və a-nı tapın. O zaman yazarıq ki, görürük ki, köklərin cəmiyi bizə neçə verir? 21 verir. O zaman x1 plus x2 bərabərdir 21'ə. Yəni 1,75 x1, burada x2'ni x1 ilə əvəz etsək, bərabərdir 21'ə. x1 bərabərdir. x1 bərabər olur buradan. Deməli 21'i 1,75'ə bölsək 12 alınmalıdır. 12, bəli. 12'yə. O zaman x1 də bərabər olur 9'a. İndi yazarıq. 5a minus 7 bərabərdir 12 vur 9. 5a bərabərdir. Deməli 108 plus 7. Bu bizə 115 verəcək. A da bərabərdir 115 bölünsün 5. Bu da bizə 23 cavabını verər. Cavabımız olur 23. Sonra keçdik. Baxın, maraqlı bir suala. Bizə deyir ki, 2 loqaritma 20 əsasdan 2 plus loqaritma 20 əsasdan 5 vurulsun 2 loqaritma 20 əsasdan 10 minus loqaritma 20 əsasdan 5. Daha doğrusu çıxılsın. 20 əsasdan 5. Deməli, burada vurub atmaqla filan qətiyyən əlləşməyə ehtiyac yoxdur. Belə yazırıq. Loqaritma, bu 2 bilirik ki, bu 2'nin qüvvətidir. 20 əsasdan 2 üzəri 2 plus 5 olduğu üçün biz dəfələrlə video izahımızda demişik ki, loqaritmaların eyni əsasdan toplanması daxilin vurulması deməkdir. Deməli, 2 üzəri 2 vurulsun 5. Bu öz yerində. Bu qaldı belə. Vurulsun. Yenə 2'ni çıxardarıq onun qüvvətinə. Loqaritma 20 əsasdan 10 üzəri 2'yi bu zaman çıxılmasıdırsa daxilin bölünməsi olacaq. Bölünsün 5. O zaman yazarıq. Loqaritma 20 əsasdan 4 5'in 20 edər. Vurulsun loqaritma 20 əsasdan 100 böl 5'də 20 edər. Bilirik ki, a əsasdan a 1 verir. Burada da a əsasdan a 1 verir. 1 vurulsun 1 də bizə neçə verəcək? 1. Cavabımız oldu 1. Bu da getdi. Keçdirək növbəti suala. Deməli, növbəti sualımız nədir? Bizə deyir ki, silindrin ox kəsiyi tərəfləri AB 12, bura 12 və AD 10'dur. Yəni radius 5'dir. Bu silindrin həcmi tapın. V bərabərdir. S oturacaq, yəni pi r kvadrat vurulsun hündürlük h. V bərabər olur 3 vurulsun 25 vurulsun 12. Belə edərək 12'ni 4 vur 3 kimi yazsaq, o da 100 vur 9 edir. O da bizə 900 cavabını verir. Əsas məsələ sürətli hesablamaqdır. Sürətli və doğru. Cavabımız oldu 900. Keçsək 77-ci suala. 77-ci sualda bizə deyir ki, 5 üzəri mənfi 2 vurulsun 5'də 1 üzəri mənfi 4 vurulsun 2 tam 2'də 1 üzəri mənfi 3 ifadəsinin qiymətini hesablayın. Yazarıq, deməli 1 bölünsün 25. Bilirik ki, mənfi 2'dirsə bu 1 bölünsün 5 üzəri 2'dir. Vurulsun. Deməli, bunu necə yazarıq? Yazarıq ki, 2 üzəri 4 bizə verəcək 16. 25'i 5 üzəri 4 yazmarıq. 25 üzəri 2, yəni 25 vur 25 yazarıq. Vurulsun. Bunu da yazarıq. Bilirik ki, bu 2 tam 2'də 1'dirsə, bu 2'də 5 edəcək. Bunu da yazarıq ki, 8. Burada ise 25 vur 5. Burada 25, 25, 25, 25. Bunlar getdi. 8 ile 16 getdi. Burada 2 qaldı. Yerdə nə qaldı? 1 bölünsün 2 vur 5. Bu da bizə 0,10'da 1 cavabını verər. Cavabımız olur 10'da 1. Keçdik 78-ci suala. Bizə deyir ki, düzbucaqlının sahəsi x kvadrat minus 7x plus 12, uzunluğu x minus 3 olarsa x'in ən kiçik tam qiymətini tapın. Sahə bilirik ki, s bərabərdir a vur b'dir. S budursa, a'mız budursa b'ni tapa bilərik.
X kvadrat minus 7x plus 12 bölünsün x minus 3. X'e vursaq x kvadrat minus 3x. Buradan alırıq ki mənfi 4x plus 12. Bir dənə də 4'ə vursaq alarıq. Deməli digər vurğumuzda x minus 4 imiş. Tərəflərimiz x minus 3, x minus 4'dür. Tərəf mənfi ola bilməz və bizə tam qiymət istədiyi üçün ən kiçik tam qiymət. X'i neçə götürərik? 5 götürsək 5 minus 4 bizə verər 1. 5 götürsək 5 minus 3 bizə verər 2. Sahəmiz 2 olur, tərəfimizdə 5 olur. Daha doğrusu x'imiz 5 olur. Tərəfimizdə 1 və 2 olur. Bu qədər sadə. Yəni x'imiz neçə imiş əzizlərim? 5. Cavabımız oldu 5. Keçdik. Deməli 79-cu suala. Artıq açıq suallara keçid etdik. Deməli 79-cu sualda bizə deyir ki, diaqonalı 6 sm olan kubun tam səthi ilə yan səthinin sahəsinin cəmini tapın. Deməli kubun diaqonal düsturu nə idi? D bərabərdir A kök altda 3. O zaman A kök altda 3 bərabərsə 6'ya, A bərabər olur neçəyə? 6 böl kök altda 3, o da 2 kök altda 3 verər. İndi S tam bərabərdir 6A kvadrat, S yan bərabərdir 4A kvadrat. Buradan yazarıq ki, bunun kvadratı bizə neçə verəcək? Bu verəcək 4 vur 3, yəni 12. 12. O zaman yazarıq 6 vur 12, buna da yazarıq 4 vur 12. Deməli, bu verəcək bizə 72, bu verəcək bizə 48. O da cəmi neçə eləyər? 72 plus 48 bərabərdir 120. Cavabımız olur 120. Bu da belə. Deməli, bu getdi. Keçid edək ikinci suala. Yəni 80-ci suala. Bizə deyir ki, ata ilə oğlunun yaşları fərqi 24'dür. Atanın yaşının oğlunun yaşına, deməli, atanın yaşına x deyək, oğlunun yaşına y deyək. Fərqi 24'dür. Atanın yaşını oğlunun yaşına böldükdə, yəni x bölünsün y bərabərdir 2 tam qalıq 3. Deməli, x bərabərmiş 2y plus 3'ə. Əvəz etmək etsək, yuxarıda burada. 2y plus 3 minus y bərabərdir 24. O zaman y bərabər olur 24 minus 3, yəni 21. Elə bizdən oğlun yaşını soruşurdu. Oğlun yaşı edir 21. Cavabımız oldu 21. Buradan atanın yaşını da tapmaq olar. Yəni 2'yə vursaq 42, üzərinə də 3 gəlsə 45. Keçdik neçənci suala? 81-ci suala. Baxın, maraqlı bir sualdır. Biraz fikirləşmək lazımdır. Deyir, cüt sayda həddə olan sonlu ədədi silsilənin cüt yerdə duran hədlərinin cəmi tək yerdə duran hədlərinin cəmindən 204 vahid böyükdür. Deməli, silsilənin fərqi 17 olarsa onun hədlərinin sayını tapın. Belə yazarıq. Tutalım ki, bizə silsiləni belə verib. A1 plus A2 plus A3 plus A2n minus 1 plus A2n. Bu bizim silsiləmizin hədləridir. Bizə deyir ki, cüt yerdə duranların cəmi, yəni A2 plus A4 plus A2n minus A1 plus, daha doğrusu elə buradan minus yazaq, minus A3 minus, baxın, minus A2n minus 1. Baxın, bunu bizə neçə verib? Deyir ki, cüt yerdə duranların cəmi tək yerdə duranların cəmindən 204 vahid böyükdür. Deməli, cüt yerdə duranlardan tək yerdə duranları çıxsaq, bizə neçə verəcək? Bu bərabər olacaq 204'ə. Və bir şey fikir verin. A2'dən A1'i çıxanda bu bizə elə silsilə fərqi verməzmi? Bu da bizə 17 verib bunu. A4'dən A3 çıxsaq 17 verər. A2n'dən A2n minus 1 çıxsaq 17 verər. Burada neçə sayda 17 oldu? N sayda. N vur 17 bərabərdir bizə neçə verib? 204. N buradan neçəyə bərabərdir əzizlərim? 12'yə. N'i tapdıq 12, amma riski 12 yazmırıq. Çünki bu bizim edəcəyimiz ən böyük səhvlərdən biri olar. Biz silsilənin sonuncu həddinə neçə demişdik? A2n. Deməli, A2n. 2n demişik. O zaman A neçədir? 2n'dirsə 24 olur. Cavabımız oldu neçə? 24. Bizdən də hədlərin sayını soruşduğu üçün cavabımız olur 24. Bu qədər sadə. Bu da belə. Deməli, bunu da silirik.
Şərhlər bölməsində yaza bilərsiniz. Neçə doğrunuz çıxdı, neçə yanlışınız çıxdı. Sonra deməli yazırıq 82-ni. 82-ci sualda deyir ki, qaçış yolu uyğun tərəfləri bir-birinə paralel olan iki üçbucaq formalı sahə ABC və DEF ilə hüdudlanmışdır. Bu yolun bütün kənarları boyunca A və D təpələrindən başlayaraq aralarındakı məsafə 5 metr olan ağaclar əkilmişdir. AB 160, AC 180, BC isə 200'dür. Və DF 45'dir. Uyğun tərəflər olduğu üçün nisbətlər eyni olacaq. Yəni 180 böl 45. Bu da bizə 4 cavabını verir. O zaman bura 200 olan tərəfdən, deməli YF 200 olan tərəfdən 4 dəfə kiçik olacaq. Bu olacaq 50, bu da olacaq 40. 5 metrdən bir ağac əkilib deyirsə, ümumi uzunluğu taparıq. 200 plus 160 plus 180 plus 45 plus 50 plus 40. Deməli, bu bizə verəcək neçə? Bu bizə verər 675. 5 metrdən bir əkilib deyirsə, 675'i bölərək 5'ə, bu da bizə 135 verər. Cavabımız olur 135. Bu qədər sadə. Qəşəng bir sual idi. Keçdək 83-cü suala. 83-cü sualı iki üsulla yazmaq olar. Bizə deyir ki, y bərabərdir x kvadrat minus 6x plus b parabolasının təpə nöqtəsindən koordinat başlanğıcına qədər məsafə 3/5 olarsa, b parametrinin kiçik qiymətini tapın. Bir bunu hansı düsturla yazmaq olar? Kök altında x minus a plus x minus a'nın kvadratı plus y minus b'nin kvadratı. Koordinatlar metodu ilə. Bir də əgər o düsturu bilmirsinizsə, gəlin bu üsula baxaq. Deməli, necə yazarıq? İlk öncəliklə gəlin xətti çəkək. Daha doğrusu koordinat müstəvisini çəkək. Deməli, bizə deyir ki, paraboladan bir dəqiqə buranı da təmizləyək. Parabolanın dib nöqtəsindən təpə nöqtəsindən, yəni bu hissədən məsafə 3/5'dir. 3/5. Biz bu tənlikdən, bu funksiyadan x'i tapa bilərik. Yəni bu hissəni. Daha doğrusu m'i, yəni. Yazarıq ki, mənfi 6 x0 bərabərdir. Mənfi 6 bölünsün 2. Bu da bizə 3 verər. Deməli, x'imiz 3 imiş. Amma y-i tapa bilmirik. Yenə də eyb yox. Buradan tapa bilərik. Bu hissə görürük ki, düzbucaqlı üçbucaq əmələ gətirdi və 3'ün kvadratı plus y0'ın kvadratı bərabərdir neçəyə? 3/5'in kvadratına. Buradan y0'ı tapırıq 6. Amma burada bir şeyə diqqət etmək lazımdır. Bura kimi də 6 ola bilər məsafə dediyi üçün. Burada -6 da ola bilər. O zaman belə də yaza bilərik. Buradan bu şəkildə də yaza bilərik. Bu şəkildə də yaza bilərik. O zaman yazarıq. Birinci belə hesablayaq. Bura 6'dırsa 6 ilə hesablayaq. Bilirik ki, y0'ın qiyməti bərabərdir 4ac minus b kvadrat böl 4a. Amma bu b kvadrat bizim b'miz deyil. Bu düsturdan istifadə etsək, yazarıq. Deməli, 6 bərabərdir 4b minus 36 böl 4. Buradan bizə b verər. Deməli, 24 plus 36 bizə verər 60 böl 4. Bu bizə 15 verər. İkinci halda isə yazarıq ki, -6 bərabərdir 4b minus 36 böl 4. Buradan da -24'ün üstünə 36 gəldikdə edəcək 12'yi. 4b'ni buradan b'ni tapmaq üçün 12'ni 4'ə bölsək bizə verər 3. Kiçik qiyməti istədiyi üçün cavabımız neçə olacaq? 3 qiyməti. Bu da belə. Cavabımız oldu 3. Maraqlı bir sual idi. Keçdək deməli 84-cü suala. 84-cü sualda bizə deyir ki, mərkəzi O nöqtəsində olan çevrənin kəsişən iki vətərindən birinin uzunluqları 48 və 3 cm olan iki parçaya bölünmüşdür. Çevrəmiz, vətərlərimiz 48, 3. Digəri isə 1, 4 nisbətindədir. Yəni
4K K. Bilir ki vətənin xassəsinə əsasən 4K vurulsun K bərabərdir 48 vur 3. O zaman yazarıq 4K kvadrat bərabərdir 48 vur 3. K kvadrat bərabərdir 12 vur 3. K buradan nəyə bərabər olur əzizlərim? 6-ya. K'mız 6-dırsa ümumi uzunluq neçə olacaq? 4K plus K bərabərdir 5K. O da bərabərdir 5 vurulsun 6, o da 30. Cavabımız olur 30 cm. Yəni cavabımız 30 cm. Keçdik son suala. Bizə deyir ki, cədvəldə riyaziyyat və fizika fənləri üzrə olimpiyadalarda iştirak edən şagirdlərin sayları göstərilmişdir. Hər fənn üzrə bir qalib olarsa, bu qaliblərin riyaziyyat fənni üzrə oğlan, fizika fənni üzrə qız şagird olması hadisəsinin ehtimalını tapın. İlk öncəliklə biz burada nə edək? Görürük ki, riyaziyyat fənni üzrə y plus 3x sayda adam hazırlaşır və bu 14-dür. Digər fəndən fizika üzrə 5y plus x sayda adam hazırlaşır və bu da 14-dür. Sistem tənlik. Deməli. Bunu vursaq 5-ə. Alırıq ki, 15x plus 5 bərabərdir 70-ə. X plus 5y bərabərdir 14-də. Tərəf-tərəfə çıxsaq, 14x bərabərdir 56-dan, x bərabərdir 4, y də buradan bərabərdir 2 alarıq. X-imiz 4, y-imiz 2 oldu. İndi bizə deyir ki, hər fənn üzrə bir qalib olarsa, bu fəndə riyaziyyatdan oğlan, yəni riyaziyyatdan y, fizika fənnindən isə qız, yəni fizikadan x. Qalib olması hadisəsini tapın. Riyaziyyatdan oğlan qalib olma ehtimalı 14-də, y-imiz neçə idi? 2. Fizikadan qızın qalib olma ehtimalı isə 14-də x, yəni 14-də 4-dür. Buradan ixtisar aparsaq, bu 7-də 1 verəcək. Bu da 7-də 2 verəcək. 7-də 1 vur 7-də 2 də bizə 49-da 2 verər. Deməli, ehtimalımız neçə oldu? 49-da 2. Elə cavabımız da bu olur. Belə əziz şagirdlər, sizinlə 6 aprel 2025 tarixində məzunlar üçün keçirilən buraxılış imtahanının riyaziyyat suallarının izahına baxdıq. Ümid edirəm ki, bütün suallar sizə tam aydın oldu və çoxlu sayda doğru cavabınız oldu. Şərhlər hissəsində neçə doğru yazdığınızı və izahın necə olduğunu qeyd etməyi unutmayın. Növbəti videolarda görüşmək üzrə. Sağ olun, Allah'a əmanət olun.